Salam aleykum, hər birinizi xoş gördük, əziz və dəyərli izləyicilər, biologiya sevərlər, müəllimlər, şagirdlər. İndi sizlərə izah edəcəyim test nümunələri Time 2023 test bankından epidemiologiya bölməsinə aid olan test tapşırıqları olmuş olacaq. Gəlin başlayaq test tapşırıqlarını işləməyə. Birinci sual, ayrıcinsiyyətli qurdun törətdiyi xəstəlikdir. Burada mütləqdir ki, biz hermafrodit qurdları götürə bilmərik. Ona görə də onların törətdiyi xəstəlikləri də götürə bilmərik. A variantı fasilyoz. Fasilyozu qaraciyər solucusu törədir. B variantı exnikoz, dənəvər exnikok. C variantı teniarinxoz. Götürməyəcək biz teniarinxozu da. Teniarinxoz da öküz soliteri. Y variantı finnoz, öküz soliteri. Angilistomos xəstəliyini angilistoma törədir. Bu da ki, sapqurdların nümayəndəsi olan ayrıcinsi qurd hesab olunur. İkinci sual, hermafrodit qurdların törətdiyi xəstəliklər deyil, yəni ayrıcinsi qurdların törətdiyi xəstəlikdir. A variantı teniarinxoz, fasilyoz. İkisi də bunların yassı qurdların törətdiyi xəstəlikdir. B variantı askaridoz və exnikoz. Exnikozu götürə bilmərik. Çünki bu yenə hermafrodit canlı burada var. C bəndində angilistomos və askaridoz. Bəli, bunlar sapqurdların nümayəndəsi olan, sapqurdlar tipinin nümayəndəsi olan askarid və angilistomadır ki, ikisi də bunlar ayrıcinsidir. Ona görə cavabımızı elə C variantı götürmüş olacaq. Üçüncü sual, Wolin qızdırmasının törədicilərini daşıyan canlı. Yəni keçiriciləri. Bunlar bitlərdir. Bitlər eksoparazittir. Viruslara aid deyil, bakteriyalara aid deyil, iptidai deyillər, amma boğumayılar tipinə aid olan canlılardır. Dördüncü sual, hansı xəstəlikləri qurdlar törətmir? Asanlıqla variantları çıxmaqla biz burada tapmış ola bilərik. Askaridozu qurdlar törədir. Fasilyozu yenə qaraciyər solucusu qurdlar törədir. Exnikozu dənəvər exnikok törədir. Və cavabımız qalır burada 1, 2, 5. Bunları qurdlar törətmir. Yəni, məsələn, tulyaremiyanı törədə bilər birələr, ağcaqanadlar törədə bilər. Ensefaliti yenə ağcaqanadlar törədir. Səpkili yatalağı, məsələn, bitlər törədə bilir. Törətmir, törədir deyəndə ki, əslində bunları bakteriyalar törədir. Üzrlüsən, bakteriyalar törədir. Amma ki, keçiriciləri bu canlılardır. Hani qurdlar deyil. 5 nömrəli sualda qoturluq xəstəliyini törədən canlı hansı tipə aiddir? Qoturluq xəstəliyini törədən canlı elə qoturluq gənələridir. Bunlar da ki, boğumayalar tipinin nümayəndəsidir. C variantı. 6-cı sualda toksoplazmoz xəstəliyinin törədicisi hansı sinifin nümayəndəsidir? Toksoplazmoz xəstəliyini törədənlər bir hüceyrəli olan sporlar tipinin nümayəndəsidir və sporlar tipinin koksidilər sinifinə aiddir. C bəndi. 7-ci sual geohelmintlərə aiddir. Geohelmintlərə aid olanlar aralıq sahibi olmayanlardır və bunlar ayrıcinsi canlılar olurlar adətən. Və aralıq sahibi bunların yoxdur, bir sahibi olur və bu canlılar içərisində biz nə edə bilərik? Geohelmintlərin içərisində insan askaridini götürə bilərik. 8 nömrəli sualda bir hüceyrəli parazitdir. Bunlar tripanosomilərdir. 9-da biohelmintlərə aid olan qurdun törətdiyi xəstəlikdir. Biohelmintlər bunlar aralıq və əsas sahibdə olurlar və yassı qurdlar tipinə aid olan nümayəndələrdir. Və ona görə də cavabımız A variantı uyğun gələcək fasilyoz xəstəliyi. Fasilyoz xəstəliyini də törədən qaraciyər solucusu olmuş olur. 10-cu sual. Parazitlərin bağırsaq xovlarını deşməsi və bunun nəticəsində iri molekullu maddələrin qana keçməsi hansı xəstəliyə səbəb olur? Bu xəstəliyin adına biz deyəcəyik allergiya. C bəndi. 11 nömrəli sualda 4 cüt qamçılı və sorucu diska malik olan parazit hansıdır?
Təbii ki, bu parazit liambliyalara aiddir ki, B variantı. Protozoozlara aid olanları seçin. Protozoozlar. Yəni nə deməkdir? İbtidai heyvanları nəzərdə tutur burada. Baxın, enterobiyozu keçirik. Nəyə görə? Çünki uşaq biz quyruğu törədir bu xəstəliyi. Liamblioz götürürük. Askaridoz aid deyil. Finnoz aid deyil. Leishmanioz aiddir. Malyariya aiddir. Sporlar tipinin nümayəndəsi törədir. Echinokokos aid deyil. Amebiyoz aiddir. Və yaxud buna qanlı ishal xəstəliyi deyirlər. Dizenteriya amebi bunu törədir. Cavabımız 2, 5, 6, 8 B bəndi. 13-cü sual. Göbələklərin törətdiyi xəstəlikdir. Göbələklər elə A bəndi keçərliyi törədirlər. Quduzluğu viruslar törədir. Vəbanı törədir. Vergül şəkilli parazit bakteriyalar. Taonu yəni bakteriyalar törədir. Qara yaranda bakteriyalar törətmiş olur. 14 nömrəli sualda qapalı mühitdə qrip virusu 4 saat. Difteriya çöpləri 11 saat. Qızılı stafilokoklar 72 saat yaşama qabiliyyətinə malikdirlər. İndi bizim variantımız olmuş olacaq. Hansı bənd? Və burada götürəcəyik biz. Necə götürə bilərik? A kiçikdir, B kiçikdir C və yaxud da C böyükdür, B böyükdür A. Görə biz hansı variant burada var? Elə B variantı. Ensefalit xəstəliyin törədiciləri hansı yolla yoluxur? Ensefalit xəstəliyinin törədiciləri hansı yolla yoluxur? Bu təbii ki ensefalit xəstəliyi olacaq transmissiv yol ilə və yaxud da buna təmas yolu da bir dəqiqə transmissiv yolla, bəli, qan vasitəsilə daha doğrusu. Təmas yolu ayrıdır. Qan vasitəsilə, qan sormaqla transmissiv yolla Y bəndi. 16 nömrəli sualda geohelmintlərə aid olan qurdun törətdiyi xəstəlikdir. Geohelmintlər. Geohelmintlər desə teniarenkozu götürə bilmərik biohelmintdir. Fasilyoz biohelmintdir. Echinokokos biohelmintdir. Leishmanioz ümumiyyətlə protozoozdur. Angilostomoz isə geohelmintdir. 4 cüt qamçı. Sorucu diskə malik olan canlının törətdiyi xəstəlik, yəni liambliyalar. Bunların törətdiyi xəstəlik adlanır nə? Daha çox böyüklərdə olur, xeyr uşaqlarda olur. Sesim milçəklər tərəfindən yoruqdurulur. Bir tripanosomidə olmaz. Helmintozlara aiddir, xeyr. Protozoozlara aiddir. Nazik bağırsağın xəstəliyidir, bəli. Nazik bağırsağın xəstəliyidir. Götürə bilərik biz bunu. Və yuxu xəstəliyi də adlanır, xeyr. Bunu tripanosomilər törədirlər. 18-ci sual. İlk klinik tətbiq üçün yararlı antibiotik 1929-cu ildə Alexander Fleming tərəfindən C bəndi. 19 nömrəli sual nəzəri sualda epidemiologiyanın inkişafı dövrlərindən bakteriya dövrünün ilk 10 illiyinə aiddir. Epidemiologiyanın ümumi tibb elmi kimi inkişafı bu müasir dövrə aiddir. Epidemiologiyanın elm kimi nəzəri cəhətdən əsaslandırılması. Xeyr. Bu belə deyək də bakteriyaya qədərki dövrü əhatə edir. Epidemiologiyanın tənəzzülü, bəli, götürə bilərik elə bunu. Epidemiologiyanın tənəzzülü, mikrobiologiyanın inkişafı. Artıq bu elə ilk 10 illiyi əhatə eləyir və cavabımız C bəndi olmuş olur. Bir sıra infeksiyon xəstəliklərinin öyrənilməsi bakteriyaya qədər ki, Hippokrat və bir çox alimlərin araşdırmaları bu da bakteriyaya qədər ki dövrü əhatə edir. 20 nömrəli sualda SARS-CoV-19 virusuna qarşı peyvənd preparatlarının keyfiyyət göstəricilərinin təyini epidemioloji metodik üsullarından hansına aiddir desə bizə artıq nədir bu peyvənd tətbiq edilirsə bu artıq
eksperimental üsul hesab olunmuş olur. Hansı türədicinin ötürülməsi transmissiv yolla baş verir? Transmissiv yol. Yəni nə demək istəyir? Buradakı sualda problem var əslində. Transmissiv yolla deyirsə, bu ya səpkili yatalaq olmalı idi, ya ensefalit olmalı idi, ya malyariya olmalı idi. Qoturluq köhnə dərsliklərdə və saitlərdə götürülürdü. Amma bu qoturluğun yerinə ensefalit, səpkili yatalaq və malyariya olsaydı, bu sualı biz dəqiq götürmüş olardıq. 22 nömrəli sualda zooantroponoz virus xəstəliklərinə aiddir. Yəni heyvanlar vasitəsilə keçir bunlar. Cavabımız quduzluq xəstəliyi olmuş olacaq. 23 nömrəli sualda mikozlara aiddir. Mikozlar parazit göbələklərin törətdiyi xəstəlikdir və ona görə də hepatit olmaz. Vərəm bakteriyadır. Enterokolit olmaz. Gids viruslu olmaz. Dəmirov xəstəliyi. Bunu hətta viruslar da törədə bilirlər. Amma əsasən bu xəstəlik mikozlara, yəni parazit göbələklərə aiddir. Dəmirov. Təmas helmintlərinə aiddir. Yəni təmas vasitəsilə keçirə bilir bu canlılar, xəstəlik törədə bilir. Öküz soliteri biohelmint, insan askaridi geohelmint, echinokok biohelmint, qaraciyər sorusu biohelmint, uşaq biz quyruğu baxın bu canlı təmas helmintlərinə aid olmuş olur. 25-ci suala gəlib çıxdıq. İnsanın yoluxduğu protozoozlara aid deyil. Amibioz protozoozdur, liamblioz protozoozdur, malyariya protozoozdur, toksoplazmoz protozoozdur, amma ligulyoz o deyil. 26 nömrəli sualda liambliyalar insanın hansı orqanında parazitlik edirlər? Liambliyalar parazitlik edirlər deyirsə, elə nazik bağırsağı burada götürək.